Herkese selam, kanalıma ve videoma hoş gelmişsiniz. Bugün uzun zaman sonra sizlere Ribor'un, Ayla ve Timur'un 2 günlük vlogunu çekmek istedim. Hazırda Ayla onun için özel düzelttiğim kutunun içinde oynuyor. Bunu özüm hazırladım çünkü Ayla oyuncaklarını oynarken etraf çok dağılırdı ve yığıştırmaq o kadar vaxtım falan olmurdu. Mən də belə bir kutu düzəltdim ki, ona istediği oyuncaqları bura qoyuruq. Burada oynuyor. Timur ise ona kardonunu düzəltmiş olduğum bu pusette oynuyor. Bunun kenarında burasını baxın. Mən özüm bağlayıram və Timur yaxınlar. Lazım olanda isə açıb Timuru təbii ki buradan çıxarda bilirəm. Bir də onu deyim ki, bu puseti özüm düzəltmişəm, ev üsulu. Yəni özüm hazırlamışam. Necə hazırlandığı maraqlı gəlirsə yorumlarda soruşa bilərsiniz. Neyse, Timur da burada oynayır gördüğünüz gibi. Hal-hazırda Ayla'ya akşam üçün pijamalar seçmeliyim. Ayla ve Timur'a daha doğrusu. Ondan sonra yemek falan hazırlamalıyıq və Ayla'nın əl-üzünü yuyub ikisinin də yatışdırmalıyıq. Elə isə mən istəyirəm ən birinci yeməklərini hazırlamaqdan başlayaq. Çünki yedirdiyim zaman üstlərinə tökə bilirlər. Buna görə baxın, Timur'da da bu şəkildə yeni aldığım şal var, kofta, yəni keçən aldığım və hatta təbii ki də boyciki var, olmazsa olmazımız. Ne deyirdim? Əvvəlcə yedirdik, sonra əyinlərini dəyişək, çünki yeməyi üstlərinə tökə bilirlər və bunları yuya bilsəm də pijamalarını hal-hazırda geyindirəcəyim üçün yumaq istəmirəm artıq. Ona görə də bunlar batsa da problem olmaz. Əvvəlcə yeməklərini hazırlayaq. Bu arada bilməyənlər üçün deyim, bezlər falanla yemək əşyalarımız birdir. Hal-hazırda Timur uzun butulqat hazırlayacağım, amma Ayla'ya kaşamı versəm, bu hazır baxın burada hazır püreler falan var. Marka olmasın deyə belə tuturam. Bunlardan var, versəmmi? Bilmirəm, yəni əslində axşamlar normalda kaşa verirdim ona. Məsələn, səhər yumurta yeyirsə, axşam kaşa verirdim. Bu səhər kaşa istədi və mən kaşa verdim. İndi soruşaq görək nə yeyir. Aşkım, səndən bir şey soruşacağım. Hazır püre mi yeyirsən, yoxsa kaşa mı? Heç biri yox, elə şey olmuş, heç biri yoxdur. Hansını yeyirsən? Yox, elə olmur. Püre yeyirsən və ye. Olay. Püre. Yaxşı, onda orada fərqli bir püremiz var idi. İndi gedək onu verim sənə. Gör dadını bəyənirsənsə bugün ondan alaq sənə. Burada o izləyicimdən gələn mini butulkanı istifadə edəməyəcəm. Çünki axşamdır və ikisinə də bayağı bir dolu yemək hazırlamalıyım ki, yeyib doysunlar. Yəni yuxuda olarkən acmasınlar deyə dolu yeməklərini hazırlayacağım. Və belə bir şey düşünmüşəm. O mini butulkada daha çox su verəcəm. Amma yeməklərini yeməsə də səhərlər bilirsiniz ki, iştahı olmur. İştahı olmayanda da o mini butulka ilə yedirdə bilərik. Su doldursun. Az verdim çünki yatmadan əvvəl düzgün deyil o qədər su vermək. Ayla bu qədər su qoydum və püre verəcəm, püre yesinə. Süt bayağı bir qoydum. Hardasa 125 milli qoydum. Bu arada Timur böyüdükcə artıq yemək millisi də artır. Bu smesi mən bu qaba tökürəm, buradan belə tökürəm. Çünki daha rahat olur evdə işlətməsi. Amma təbii ki qutusu durur. 2 ölçək qoydum, bir dənə ölçəkdə qoydum. Smes hər 30 milliyə bir qaşıqdır. Yəni çox qoymaq olmaz, zərərlidir, az da zərərlidir. Az onda da suyu çox olur və içməyə bilər. Getdik. Bunu Ayla'ya verəcəm çünki özü yeyəndə bayağı bir tökür. Qızlar, Ayla'ya fərqli püre yoxlayacağıq. Deməli bunun içində belə göstərim də alma, tvarok kəsmək və peçeni var. Peçenili püredir. Bunu Ayla'ya verəcəm. Görək bəyənirmi? Bəyənsə elə bundan alaram. Çünki hər dəfə alma, kök yaxud qarışıq meyvələri almaq istəmirəm, yəni fərqlilərini yoxlamaq istəyirik. Ayla, nasıl indi yox? Sevdin? Yaxşı, iç sonra deyərsin. Burada Ayla'ya verəcəm, indi özü içsin. Biz də Timur'u içirdik. Həqiqətən çalışdığım qədər bu püreləri Ayla'ya vermirəm mən, amma
evdə var və gələndə bizə də aldıqları üçün. Nənəmiz gələndə qonaq bizə püre aldığı üçün, püreni sevdiyimizi bildiyi üçün alıb, indi verdim içsin. Biz də Timura smes verək. Audio Jungle. Audio Jungle. Axşam vaxtı çəkiləndə o qədər yaxşı alır. Audio Jungle. Audio Jungle. Audio Jungle. Audio Jungle. Audio Jungle. Audio Jungle. Baxın, hamısını yedim mən. Tombişim hamısını yedi. Burada bu tripodun ayağıdır. Oy. Aşkım yedin. Ayla yiyip ondan sonra oynamaya başlayır. Sevdin dadını. Ha? Sevmedin sen? Yok. Alma. Almalı her gün yersən də, bu da fərqli olsun. Sevmedin? Sevmedim. Onu da bir də almarıq. Ayla o qədər sevmədi, bilmirəm niyə. Mən həmişə dadına baxırdım. Yəni çox vaxt, amma bu da baxmaq istəmədim. Gəl su içək. Sonra karşıqımızı eləyək. Gözlə. Zaten Ayla pek qışda su içmir. Yayda da o qədər içən deyil. Timur ona dəhşət su içir. Bunun qapağı. Nə sonsuz zibilə tazam. Bunun qapağını tapmasaq da olar. Ayda onsuz da oynayacaq. İndi keçək pijamalarını və pampers falan seçməyə. Uzun zamandır qış gəlsəm bunu geyindirim deyə gözləyirəm. İndi sizə geyimlər göstərirəm. Deməli Timura bunu slipper, kofta və izləyicimin mini papağı. Hey sən, bu videonu izləyirsən və abunə olmuşsan. Mən bunu görürəm. Tez abunə ol kanalıma və videolarıma like at. Daha sonra bez. Buna təbii ki ehtiyacımız var. Çünki bu altına salınmasa yataq bata bilər. Nəm salfetka Timur üçün. Aylaya da bu şəkildə izləyicimin mini rozvu itli kalko tutkası. Bu bələk köynəyi, pijama koftası. Bunlar burada dəst olduğunu olub mu, olmayıb mu bilmirəm, amma həqiqətən çox uyumludular. Və bu papaq. Deyəcəksiniz Aylanın 4 yaşı var, papağı niyə taxırsan? Timura taxılıbsa, gərək ona taxılsın, ona görə papaq. Yo, Ayla gəlirsən yatmağa. Yo, oynayaq. Onda qardaşın geyindirim, sonra sən gəl. Olsun elə. 5 dəqiqədən sonra götürəcəm səni, okey? Döşkəyimi bura qoyum, polkanı bağlayım. Yaxşı? Yaxşı. Okey, 5 dəqiqə oyna. Ailaya həmişə belə edirəm, zaman verirəm. Məsələn, 5 dəqiqən qaldı, 10 dəqiqən qaldı, 5 dəqiqən qaldı şəklində. Və beləcə kriz olmur. Və bu yaraşıqlıqlarını dəyişək indi. İndi sizə kombini bir dənə göstərmək istəyirəm. Geyindirdim. Yəni elədim kombin Timuru çox tatlı elədi. Bu arada bilirəm, indi o dəqiqə yorumlara yazmayın, dayanın. Bunun qırağının kantı rozvurdu, mən də bunu bilirəm. Amma neyim, çox şirin oldu. Rozv olsa belə, qız üçün olsa belə çox şirin oldu. Neysə, hop. Bu arada
Timur da artıq bizdən eyni yatağı paylaşır. Prosto onun dərsi əsasdır deyə özünün yeri var. Ona tuturam, elə yatır orada. İndi gedim Aylanda gətirim, onu da geyindirim. Sonra Timurun yerinə hazırlayım. Bura baxın. Buraları kim toplayacaq? Hələ buranı da yığışdıracağım. Onları yerinə qoyacağım. Daha sonra buranı yığışdıracağım. Sonra yatacağım mən də. Çünki bayağı bir yorğunam. Həm dərs oxumuşam, həm iş falan görmüşəm bayağı bir. Yəni bilirsiniz ki, uşağa baxmaq, eyni zamanda dərs oxumaq o qədər asan bir şey deyil. Nəysə, o şəkildə. Buna baxın, burada Mickey Mouse yazılıb, Mickey yazılıb, yəni Mickey. O şəkildə Timurun burada soskasını dəyişəcəm. Soska daha çox çölə çıxanda taxıram. Gedim aylan gətirim. Bunu da qoyuram yerinə. Soskanı, yəni başqa soska gətirirəm, aylan gətirək və dəyişək. Hələ də yenə o seçdiyim kombini geydirəcəm. Kızlar, biz gəldik. Aylaya bir tık böyük oldu bu kofta. Həyatdan düşür çiynindən, amma olsun, rahatdır yəni yenə də. Kalkut başı yine çok şirin oldu. Saçlarını da həmişə kimi ördüm maması. Çünki yatımda rahat olsun istəyirəm. Saçlarını ördüm. Koftası biraz böyük oldu. Kalkut kastı. Baxın, papağı taxmadım. İndi birazdan görəcəksiniz olanlar. Mən, aşkım, bu sənin üçün deyil. Sənin üçün çox balacadır. Timur mən. Timur sən nə? Timur balacadır. Balacadır. Sən böyümüsən. Bunu necə taxım sənə? Tax. Yaxşı, gəl taxaq. Bu arada arxadakı dağınıqlara heç baxmayın. Taxım. Tax. Görürsünüz? Sizə deyirlər ki, taxma. Özü istəyir, mən indi bunu necə taxsın? Məsələn, bir təhri aylaya taxım. Aylanın kombininə baxasınız. Zorla bunu taxdırdı. Arxadan da baxın, belə durur. Çünki saçlı var da. Baxın, Timurda durana. Bir də aylada durana baxın. Oldu ki şey, oldu. İndi yataq. Bu arada aylada yatma problemi yoxdur. Bunu da təbii ki bir sürü kitablarla dəstəkləmişəm. Yəni durduq yerə belə olmayıb. İndi gedib dovşanınızı götürək yataq, amma ondan əvvəl buranla toplayıb gəlirəm. Buranın yatdığı yeri görürsünüz. Bu yastığı da qoyacağım çünki taxtadır ora. Deməli, eyni yataqda yatırıq təbii ki, amma Timurun öz yeri var burada və 2 dənə yastığı var. Yastıq sırf taxtaya dəyməsin deyə gecə boyu zaten Timurun bu boyda deyən bura narahat olmayın. Bu pastel də eyni, yəni mən böyük olduğum üçün, böyük bədənim və uşaq bədənim bir olmadığı üçün, daha çox körpə bədənim bir olmadığı üçün mikrob, virus falan düşə bilər. Ona görə Timuru ayrı yatırdıram. Yəni eyni yataqda fərqli prosesdə danışdım. Sürəcə Timur qıraqda yatıb, ona görə yatağına qoyacağım. Sizinlə danışdığım müddətdə Timur yatıb. Yatağına qoydum. Baxın, Timur heç boyu çatmır o tərəfə. Timur burada yatsın. Özüm yavaş danışıram. Dursa bir də yatırtmaq yəni çətin olacaq. Qıraqda qalıb yatıbdı yəni əməlinə soskasını. Zaten yeməyindən sonra həmişə belə yatır. Bu da öz adyaldır. Aylanda bura qoyacağım. Aylanı yerinə qoydum. Aylayı da bunu örtürəm. Zaten mənimlə eyni yataqdadılar, amma istərsəniz uşaqları da açmasınlar deyə belə eləyirəm. Sizə nə demək istəyirdim? Elə isə hələlik, bay. Səhər görüşənə qədər səhər bu vloga qaldığımız yerdən davam edərik. Saat artıq hardasa 11 olur. Yəni ilk dəfə bu qədər gec yatlar, çünki hər video çəkirəm. İlgilənmək biraz çətin olur. Sən indilik bay. Səhər görüşənə qədər. Herkese yeniden salam və sabahınız xeyir. Bugün yeni bir vlogla qarşınızdayım. Aslında yeni vlog değil, dünən var idi. Bu da ikinci günümüzdür. Dünən Timurgilin axşamını izlədiniz. Bugün isə səhər birlikdə nələr edirik, onu izləyəcəksiniz. Hal-hazırda mən durmuşam və əynimi də geyinmişəm. İndi istəyirəm ki, Ayla və Timura butulkalarında yemək. Ayla və Timurun yəni əşyalarını onları durmadan hazırlayaq. Amma həkimimizin yazdığı bir resept var.
Deməli Timur çox qəbz olduğu üçün ona hər gün səhər yuxulandıranda 30 ml butulka ilə su verirdim. İndi izləyicimin mamasının göndərdiyi butulka ilə Timura 30 ml su verəcəm. Bu arada o vlogu izləməmişsinizsə, baxın burada da qoydum. Mütləq izləyin. Çox əyləncəli və maraqlı bir vlog idi. İndi gedək Timura butulkasında su dolduraq. Və daha sonra Timur gedib oyadarıq. Mən hər gün gözləyirəm özlərinin oyanmağını. Əgər oyanmasalar, təbii ki də mən dövüzdürəm. Çünki digər gün onların rejimi pozulmasın deyə. Və Timur da buradadır gördüyünüz kimi. Gecədən də pişmanlar. Bağı da açılıb biraz. İndi gedək butulkada suyunu hazırlayıb gələk. Butulkalarına gəldim. Butulkamızda, baxın buradadır. Dünən niyə burada yox idi? Dünən yuyurdum bunları. Qaynaqdan geçəcə yudum. Ona görə burada yox idi. Burada uzunluğun qulpu olanı da mətbəxdə də Aylaya su vermişdim. Gecə ayılıb su içmişdi və onu mətbəxə qoydum. İndi buna baxın 30 ml-dir burada. Bir dəqiqə. 30 ml su qoyub gəlirəm. Gəldi. İndi bunu qoyum pəncərənin qabağına. Hop. Durğuşmağa başlayaq. Kapağı zaten gecədən açılıb, açın. Gəl suyumuzu içək. Bu şəkildə qoydum. İndi bunu açacağım, bir an aça bilmirəm. Audio Jungle. Timur çox az içdi, amma içdi. Zaten aylan qaldıracağım, onda da qəbzli olur, ona da verəcəm. Sabahın xeyir, dur. Hoppa, durdun, hop. Sularını içsinlər, ondan sonra ikisinin də əynini dəyişəcəm zaten. Yeni pijamalar seçəcəm və yemək hazırlayacağım ikisinə də. Hal-hazırda Timura yemək gətirdim. İndi onu sizə göstərəcəm. Önlüyünü də taxdım zaten, Aylının yanındadır. Normalda əynini dəyişdirib hani yeməyini verirdim, amma bu dəfə fərqli eləyəcəm. Yeməyi sarıdır bilirəm, çünki fərqli yemək qatdım. Hani kamerada lap sarı düşür, amma bu qədər sarı deyil. Deməli Timur yeməyini yeməməyə başlamışdı. Mən də dedim ki, o yemirsə həkiminə məsləhətləşdik və Timura başqa yemək yazdı təbii ki də. İndi bunu içirəcəm, görək necə istəyir. Sonra da zaten Aylaya qarşı hazırlayacağım. Timur yesin. Saat hani 9'da durmuşduq və şu an artıq 10'a gəlir yavaş-yavaş. 10'a işləyir. Belə getsə deyəsən saat 12'yə qədər. 12'də yatırdacağım onsuz da. Hər gün 12'də yatırdılar. Yəni öğlen uykusuna sizinlə birlikdə yatırdacağıq ilk gün orta deyəsən. Audio Jungle. Audio Jungle. Həkiminin önerdiyi tövsiyə ilə Timuru qoydum özü yesin. Deyir ki, hər gün biraz sən içir, ondan sonra ver özü də bu şəkildə yesin. Ki böyüyəndə özünün içməyində heç bir problem yaranmasın, yəni daha rahat bir şəkildə içsin. Bizə isə Aylaya qarşı hazırlama, bu arada orada hazırladım geyimlərini, şkaf direkt yaxın olduğu üçün. İndi göstərəm sizə. Qulpunu da çıxartmışam zaten. Bu şəkildə göstərim. Aylaya kofta, şalvar, mayka və təbii ki saç aksesuarları. Timura yenə pudra, örtük, və klyonka, pampers, body içdən sonra soskası və bu şəkildə tulumu. Aylada yenə mayakabının altına geyindirəcəm. Nəysə, indi Aylanın yeməyini hazırlayaq. Aylanı yedirdik, ondan sonra əynlərini geyindirib gələcəm, amma hər şeydən öncə Aylanın yeməyi hazırlayaq. Aylan yeməyi də hazırdır. Su qatdım. Bu şəkildə gerpres hazırladım. Çünki uzun zamandır yemir. Və biraz çox az su qatıram, qarışdırıram. Xırt-xırt bir şey alınır. İndi bunu zaten verəcəm Ayla yesin. Biz də hop Timura baxaq görək yeməyini yedim. Aferin. İlk dəfə belə yaxşı yeyir. Aferin.
Bunu Aylaya yedirdim, gəlirəm. Çünki həm kamera, həm Aylanı yedirtmək çətin olur. Evet, biz geldik ve Timur yemeğini biraz dibinde kaldı, onu da ben çıkardım. Smir. Wow, nəticə super. Demək olar bu turkanı mən normalda səhərlər bura qədər falan qoyuram və plastiklə verirdim, amma bu dəfə bura qədər doldurdum. Dedim görüm 20 hamısını yedi. Deməli bu gündən bu sarı yeməkdən alacağam. Sarı rəngdə olsa belə çox yaxşı idi Timur. İndi bunun ağzını bağlayayım. Ayla da siz, Ayla da çox yaxşı idi. Yerə prospektör yığışdıracağam indi. Nəsə bunları Ayla ilə geyindirəm, gəlirəm. Deməli qızlar, saat hal-hazırda 12-dir. Mən nə etdim sizə ondan danışım. Deməli ortalığı falan yığışdırdım və gəldim ki, Timur bu şəkildə yatıbdı. Yatağına aparmayacağım çünki dura bilər. Zaten 12-də günorta yox saatidir. Üstünü örtərəm, maksatda adyalını götürüm. Üstünü bundan örtərəm, burada yatsın. Onsuz da otaqdayım mən, hələ otağı biraz yığışdıracağam. Düz mən yığışdırdım yenə də, amma zaten Timur o sırada yatıb, amma yenə də biraz yığışdıracağam otağı. Timur yatsın, Ayla da oyun oynayayım. İndi sizə Aylanı göstərəcəm. Aylanın saçını göstərmək istəyirəm. Bu şəkildə başqa taxdım. İki tərəfdən hani ördüm, açıq qoydum və arxasında ördüm, açıq qoydum. Ayaqlarının yerinə qırıqları göstərdiyim kombini var. Elə isə bu günlük vlogumuzda bu qədər idi. Kanalımıza abunə olmağı, like atmağı unutmayın. Bundan sonra sizə əfsanəvi sürpriz bir vlog gəlir. Həqiqətən məncə bundan sonraki vlogu çox sevəcəksiniz. Çünki ağlımda çox qəşəng vlog var sizə çəkməyə. Elə isə bay bay. Digər video və vloglarda görüşənə qədər zaten Aylan biraz oynasın 1-2-3 dəqiqədən sonra. Onu da indi su verəcəm. Ondan sonra da yatırdacağım. Elə isə bay bay. Ayla bay bay de. Bye bye. Görüşene kadar abone olun, like atın ve yorum yazın. Bəli, yorum yazın. Neyse. Bye bye. Bye bye.